Salam əziz tələbələr, xoş gördük sizləri. Bugünkü dərs mövzumuz, video dərs mövzumuz peşəkar CV, referans məktubu və niyyət məktublarının hazırlanması ilə bağlı olan bir mövzuda çıxış edəcəyik. Karyera mərhələsinin başlanğıcında olan, xüsusən məzun olmaq ərəfəsindəki olan tələbələrimiz üçün xüsusi əhəmiyyət kəsb edən bu mövzuya dair bugünkü çıxışımızda onların detalları barədə məlumatlar veriləcəkdir. Bu dərs mövzusunun məzmunu ilə tanış olduqda biz peşəkar CV-nin necə hazırlanacağı, referans məktublarının mahiyyəti və funksiyaları, eyni zamanda üz qabığı və ya niyyət məktublarının əhəmiyyəti və strukturu barəsində məlumatlar əldə etmiş olacaqsınız. CV-lərin necə hazırlanmağına dair mövzuya keçməzdən əvvəl biz CV ilə eyni mənanı ifadə edən, lakin ayrı-ayrı məzmunda, ayrı-ayrı funksiya daşıyan tərcüməyi hal və rezyume CV arasındakı fərqə baxaq əvvəlcə. Tərcüməyi hal dedikdə daha çox biz CV-dən fərqli olaraq, CV-dən fərqlənir və bir növü bizim keçmişimizlə, həyat fəaliyyətimizlə bağlı qısa bir hekayə formatında olan bir sənət mənasına gəlib çıxır. Daha çox yazı stilində biz yazı olaraq üçüncü şəxs dilindən istifadə edərək tərcüməyi hal və ya bioqrafiyalarımızı yazarkən burada xüsusi olaraq təcrübələrimizdən və ən önəmli məqamlara toxunularaq məlumatlar qeyd edirik. Əsasən ailə və hobbilər kimi şəxsi məlumatları ehtiva edən bioqrafiyalar təqdimatlarda, çıxışlarda, iş axtarışlarında və ya arayışlarında sosial mediada bizi təqdim edən sənət rolunda istifadə olunur. Bizim bioqrafiyaları hazırlayarkən istədiyimiz qədər rəsmi və yaxud da ki, sərbəst şəkildə yaza bilərik. Maksimum bir səhifə olmalıdır və önəmli olan oxucunun bizim haqqımızda əldə etdiyi məlumatlar daha asan, daha rahat olmağını təmin etməkdir. Burada biz bioqrafiya, müasir tərzdə yazılmış tərcüməyi hal və ya bioqrafiya nümunələrini görürük. Gördüyümüz kimi burada CV-yə bənzərliyi var, amma tam CV deyil. Burada özümüz haqqında üçüncü şəxsin dili ilə yazılmış tərzdə biz özümüzü ifadə edən məlumatlar və yaxud da ki, həyat keçmişi, ailə və hobbilərimizdən bəhs edən məlumatlar bizi təsvir edir. Rezyume dedikdə isə, rezyume daha çox müxtəsər formada, hansı ki, bizi karyera və təhsil məqamlarımızı xülasələşdirən bir-iki səhifəlik sənət sayılır. Burada onu bizi göstərən ifadələri biz alt maddələr şəklində sıralaya da bilərik. Xronoloji və funksional tərzdə olmalıdır. Əsasən təhsil, təcrübə, iş adları, sertifikatlar və bacarıqlar burada qeyd edilməlidir. Eyni zamanda rezyume xüsusi işə və ya rola uyğun şəkildə güncəllənməli və yaxud da ki, uyğunlaşdırılmalıdır. Burada biz daha çox işə götürənin müsbət baxacağı bacarıqlarımıza mütləq şəkildə vurğular etməliyik və müxtəsər olmasına diqqət edirik. Əks tərzdə, hekayə tərzində olmamalıdır. Əks tərzdə bioqrafiyamızdan fərqli bir sənət olmayacaqdır. Daha çox bir səhifəlik həcmdə olmalıdır rezyumelər və bəzi industriyalarda, bəzi vakansiyalar, bəzi qurumlar bizdən bir-iki səhifəlik rezyumelər də tələb edə bilərlər. Burada rezyumenin strukturuna baxdığımız zaman başda ad, soyad, əlaqə məlumatları qeyd olunur. Xülasə və ya hədəf bəyanatlarını burada ifadə etməliyik. Peşəkar tarixçəmizə, xüsusən son illərə burada vurğu edirik və təhsil bacarıqlarımız istəyə bağlı digər mövzulara burada yer verə bilərik. Qeyd etməliyik ki, rezyume müxtəsər formada bəzən Amerikada
elə CV mənasında da istifadə olunan bir termindir. Amma mahiyyətcə rezyume ilə CV bir-birindən fərqlənən iki sənəddir. CV-də daha çox latincada ifadə olunan birinin həyat yolu və yaxud da ki, course of one's life şəklində ifadə olunan curriculum vitae'nin qısaldılmış formasıdır CV. Burada daha çox təhsilimizin, ixtisasımızın və yaxud da ki, təcrübəmizin xülasəsinə vurğu edirik. Xüsusən tədqiqat, tədris, akademik sahələrdə iş axtararkən CV-lər bizim işə müraciət sənədlərimiz sayılır və buna paralel olaraq eyni zamanda hər hansı bir layihələrdə, qrantlarda və yaxud da ki, təqaüd proqramlarına iştirak etmək üçün biz CV-lərdən istifadə edə bilirik. 1, 2 və yaxud da ki, maksimum 3 səhifəyə qədər ola bilər. Burada eyni zamanda biz mükafatları, tədqiqat layihələrimizi, nəşrlərimiz, təqdimatlarımız və digər nailiyyətlərimiz varsa, onları xüsusi başlıqlar altında rezyumdan fərqli olaraq CV-də qeyd etməliyik. CV-mizin peşəkar və təhsilimizin bütün vacib aspektlərini əks etdirdiyindən əmin olmalıyıq. Dedik ki, Amerikada termin olaraq CV yerinə daha çox rezyume terminindən istifadə olunur. Bu bizi çaşdırmamalıdır. Yəni, rezyumelər mahiyyətcə CV-dən fərqlidir. Sadəcə Amerikada CV-lər sənəd olaraq CV yerinə rezyume ifadəsindən istifadə olunur. CV dedikdə CV işə müraciətlərdə məcburi bir sənəd deyil. Tələbələr üçün xüsusən CV niyə lazımdır? Əvvəlcə buna baxaq. CV dedik ki, bir ehtiyacdır. Çünki hər hansı bir işə niyə məhz bizim və ya da sizin uyğun olduğunuzu dərhal göstərmək üçün faydalıdır. Əsasən müsahibə prosesində vaxt qazanmaq üçün və ya da ki, irəliləmək üçün təməl bir ehtiyac sayılır. Effektli bir CV-yə və ya da ki, peşəkar bir CV-yə sahib olduqda biz nələr əldə edəcəyik? Hər şeydən əvvəl biz digər namizədlərdən fərqlənə bilərik. Dolayısıyla işə götürənlərin də və ya da ki, işə götürənlərin nümayəndələrinin diqqətini çəkə bilərik. Bizim müvafiq bacarıqlarımız və təcrübələrimiz orada xüsusi qeyd olunacaqdır. İşə götürənlərə təklif etdiyimiz faydalar CV vasitəsilə əks oluna bilər və bizim işləmək istədiyimiz və ya tutmaq istədiyimiz mövqe vakansiya ilə bizi uyğunlaşdırır. Dolayısıyla kim olduğumuza dair daha geniş bir rəsm rolundadır. CV-lər bizim işə qəbulumuzda daha tez vaxt qazandıran bir əsas göstərici sənəddir və dolayısıyla bizim müsahibəyə çağırılmamıza səbəb olan bir vasitə rolunu daşıyır. Burada isə CV nümunələrinə baxırıq. İndi hal-hazırda onların detallarını, CV-nin strukturu haqqında daha detallı məlumat verək. Hər şeydən əvvəl CV hazırlayarkən biz bir ön hazırlıq etməliyik. Başda qeyd edək ki, CV-lər A4 kağız formatına uyğun elektron formada hazırlanır, daha sonra ehtiyac varsa çap olunmalıdır. Maksimum 2 səhifə, bəzən 3 səhifəyə qədər CV-lərin həcmi artırıla bilər. Uzun paragraflardan və ya da ki, abzaslardan CV-lər yazarkən qaçınmalıyıq. Söz və cümlələrimizin altını cızmalıyıq və yazı və ya da ki, orfoqrafik xətalara yol verməməliyik. CV-lərimiz mütləq şəkildə bir dəfəliyə məxsus deyil, bəzən 2 ayda bir, 1 ayda bir hər hansı bir bizim göstəricilərimizə dəyişiklik baş verdikdə CV-lər mütləq şəkildə güncəllənməli və o cür qeyd edilməlidir. CV-nin giriş hissəsində biz hər hansı bir işə qəbul zamanı şəxslərin CV-lərinə baxdığımız zaman mütləq mənada başda xüsusi olaraq və böyük ölçüdə şriftlə yazılmış şəxsin ad və soyadını başda görünən olmalıdır. Ad və soyadın altında şəxsin peşəkar adı və ya da ki, peşəsini göstərən ad yazılmalıdır. Tələbələrimiz öz ixtisasının adını deyil, tələbə yazsalar daha məqbul sayılır və ya məzun olma ərəfəsində olan tələbələr
məzun yazsalar daha məqbul hesab olunur. Daha sonra adres, telefon nömrəsi və e-mail CV-nin başında mütləq yazılmalıdır. Doğum tarixi, milliyyət kimi əgər tələb olunarsa xaricə iş müraciətlərində bunlar da mütləq şəkildə qeyd edilməlidir. Burada diqqət edirik nəyə? CV-lərdə e-maillər bizim ad və soyadımızla mümkün qədər uyğun olsun. Bunlar bizim peşəkarlığımızı və ciddiyyətimizi göstərən önəmli nüanslar sayılır. Bəzən isə CV-lərdə doğum tarixi işə götürənlər tərəfindən çox da vacib ünsur kimi qəbul edilmir və onlar da bizim yaşımıza bağlı negativ yöndə təəssürat və yaxud da ki, tamamən onları manipulyasiya edəcək bir nüans olduğuna görə doğum tarixlərinin yazılmamağı da CV-lərdə bəzən məsləhət görülən, qəbul edilir. Şəkil məsələsi CV-də xüsusən işə qəbul zamanı CV-lərdə şəkil çox əhəmiyyətlidir. Şəkillər ilk təəssürat baxımından olduqca önəmlidir. Təzə, yəni güncəl olmalıdır, yaxın tarixi ən son 3 və ya 6 ay ərzində çəkilmiş olmalıdır. Şəkildə təbiilik, sadəlik çox önəmlidir. Şəkildə üz sistemimizin tamamən bizi ifadə etdiyinə diqqət etməliyik. Bulanıqlıq və yaxud da ki, görüntünün keyfiyyəti burada xüsusi olaraq diqqət edilməlidir. Bəzi istisna hallarda qeyd edək ki, CV-lərdə, şəkilsiz CV-lərdə bizdən tələb oluna bilər. O halda biz CV-lərimizi güncəlləyib, xüsusi olaraq həmin iş yeri üçün şəkilsiz bir CV hazırlamalıyıq. Şəxsi məlumatlar dedikdə, CV-də dedik ki, ad, soyad, əlaqə nömrəsi, yaşayış ünvanı və e-mail adresi mütləq şəkildə doğru və güncəl şəkildə, təzə şəkildə olmalıdır və CV-nin ilk sıralarında qeyd olunmalıdır. Doğum tarixi, doğum yeri, ailə vəziyyəti CV-də göstərilə bilər. Əgər ki, biz xarici ölkələrdəki iş müraciətlərinə müraciət etmişiksə, iş vakansiyalarına, o zaman meyliyyət hissəsində bizim meyliyyətimizi haqqındakı məlumatlar qeyd edilməlidir. CV-dəki ən önəmli məlumatlardan, ən önəmli başlıqlardan birisi təhsil məlumatlarıdır. Burada məzun olduğumuz təhsil müəssisələrinin siyahısı tərsinə xronologiya ilə deyək ki, biz əvvəlcə doktorantura, daha sonra magistratura, bakalavriat və orta təhsil şəklində qeyd edilməlidir. Buna xüsusi diqqət edirik. Ən son bitirdiyimizi birinci yazırıq. Burada məzun olduğumuz və yaxud da ki, təhsil aldığımız illər qeyd olunmalıdır. Hansı təhsil pilləsində isə o qeyd olunur. İxtisasımız və təhsil müəssisəsinin adı və şəhəri tələb olunduğu və yaxud da ki, əlimizdə varsa, həmin təhsili hansı orta qiymətli ümumi qiymət ortalamasını orada sonda qeyd edə bilərik. Daha sonra iş təcrübəsinə baxırıq. Burada təhsildə olduğu kimi yenə iş təcrübələrimiz və yaxud da ki, praktik təcrübələrimiz tərsinə xronoloji ardıcıllıqla, yəni ən son işlədiyimiz yer daha birinci yazılır və burada diqqət edirik işin işlədiyimiz müəssisələrin illəri, hansı iş müəssisəsində işləmişiksə, oranın adı, şəhəri və tutduğumuz vakansiyanın adı burada xüsusi qeyd olunmalıdır. Tövsiyə olunan odur ki, görülən işlərin məzmunu, həmin iş, deyək ki, satış meneceri və yaxud da ki, marketing mütəxəssis şəklində biz işlər görmüşüksə, bu iş altında bizi təsvir edəcək gündəlik, rutin, əsas işlərimizlə nə ibarət olubsa, qısa cümlələrlə alt maddələr halında sıralanmalıdır. Təlim və sertifikatlar əgər varımızsa, burada bu hər hansı bir kurs ola bilər, təlim ola bilər, ixtisas artırma proqramları ola bilər ki, burada sənədi verən qurumun adı, təlimin adı, tarixi və sənədin növü xüsusi qeyd olunaraq yenə tərsinə xronoloji şəklində göstərilsə, məqsədə uyğun hesab oluna bilər. Bacarıq və səriştələrimiz burada ən önəmli başlıqlardan birisidir. Əgər ki, bizim kompüter biliklərimiz, xarici dil biliklərimiz vardırsa, bunları hansı dili, hansı səviyyədə bilirsə, xüsusi qeyd etməliyik və yaxud da ki, dil səviyyəmizi göstərən bizim sənədlərimiz varsa, onun tarixi, dərəcələri, sənədin növü, adı orada xüsusi qeyd olunmalıdır. CV-lərdə tövsiyə olunmalıdır ki, bacarıqlar ümumi başlıq altında deyil,
ümumi bacarıqlar və yaxud da ki, bacarıqlar dil bacarıqlarından ayrılmalıdır. Dərnək və klub üzvlərimiz, xüsusən universitet təhsili müddətində bizim belə bir fəaliyyətimiz olubsa, tələbələrimizə tövsiyəmiz odur ki, bunlar xüsusi olaraq qeyd olunsun, dərnək və klub üzvlükləri. Bunlar bizim klublarla birlikdə edilən çalışmalar və ya iştirak edilən sosial məsuliyyət layihələri mütləq qeyd edilməlidir. Hobbilər bizim xarakterimizi əks etdirir. CV-lərdə hobbilərimiz, əgər ki bizim müraciət etdiyimiz iş vakansiyası ilə birbaşa uyğun gəlirsə, hobbilərdə, CV-lərdə yazılmalıdır. CV-dəki hobbilərimizi yazmazdan əvvəl biz ümumiyyətlə gündəlik rutin olaraq hansı fəaliyyətlərimizi hobbi sayırıqsa, əvvəlcə onlara diqqət edərək, daha sonra bunları hobbi halında sıralamaq daha məqsədə uyğun hesab olunur. Və digər hissələr varsa əgər bizim sənət, idman, mədəni fəaliyyətlər, maraq sahələrimiz bunları da xüsusi başlıq altında qeyd etməliyik. Əgər ki, müraciət etdiyimiz vakansiya ilə birbaşa yaxından əlaqəsi varsa, deyək ki, biz biznes edilməsi ixtisasında təhsil olan bir tələbəyik, amma hər hansı bir çalğı alətində xüsusi bir bacarığımız varsa və müraciət etdiyimiz vakansiyada həmin çalğı alətinə dair bizim peşəkarlığımız tələb olunursa, vakansiyanın tələblərindən biri də o tələb varsa, biz mütləq şəkildə musiqi bacarıqlarımızı və yaxud da ki, bu sahəyə dair fəaliyyətlərimizi xüsusi başlıq altında qabartmağımız, əks etdirməmiz bizə daha çox üstünlük qazandıracaqdır. Və CV-də sonda olaraq biz referanslar hissəsi vardır. Referanslar tövsiyə olunan 2-yə qədər referans verən şəxs, hansı ki bizi əvvəlcədən işlədiyimiz yerlərdə və ya oxuduğumuz müəssisələrdə bizim intizamımıza dair, peşəkarlığımıza dair bizə müsbət yöndə rəy verə biləcək şəxslərdirsə, onların adı, soyadı, işlədiyi müəssisənin adı, tutduğu vəzifənin adı və əlaqə məlumatları, telefon, e-mail kimi məlumatları orada qeyd olunmalıdır. Tövsiyə olunurdu ki, referans alacağımız şəxsə etik olaraq əvvəlcədən müraciət edək, onun rızasını aldıqdan sonra güncəl əlaqə məlumatları ilə dəqiqləşdirib CV-mizdə onu əlavə edək. Diqqət etməliyik ki, yaxın qohumlardan, dostlardan referans olaraq göstərmək çox da arzu olunan və ya da ki, tövsiyə olunan deyil. CV-lər hazırlayarkən yenə qısa xülasəsinə baxdığımız zaman nələrə diqqət edirik? Hər şeydən əvvəl özümüz haqqında məlumatlar toplayırıq, məqsədimizə çatmağımızı təmin edirik. Bu məlumatlardan fakt olanları, daha real olanları seçirik və CV-mizin daha cəlbedici, daha başa düşülən və sadə olması üçün dizayna fikir verəcəyik. İstifadə edəcəyimiz yazının stili, şrifti və rənglərinə diqqət etmək lazımdır. Mesajımız şəffaf və şəxsi tərzdə olacaq sözlərdən ibarət olmalıdır. CV hazırlandıqdan sonra elektron formada mütləq mənada redakta etmək və ya etdirmək tövsiyə olunur. Daha sonra çap olunaraq onu yoxlamaq və ya kontrol etmək məqbuldur və mütləq mənada CV-lər güncəl dedik ki, saxlanılmalıdır. Diqqət etməliyik bir önəmli nüanslarla ki, CV hazırlayarkən nələri CV-də qeyd etməməliyik və ya yazmamalıyıq. Mütləq mənada hədəf və ya məqsədlərimiz CV-də qeyd olunmur. Varsa müraciət bəyanlarımız, bunu CV-də yazmamalıyıq. Əgər ki, bizim peşəkar həyatımızla əlaqəli olmayan hobbilərimiz varsa, onları CV-də göstərmək çox da tövsiyə olunan deyil. Bizim şəxsi məlumatlarımıza dair ifrat detallar, ailə vəziyyəti ola bilər burada və ya da ki, adreslərimizin detallı məlumatları ola bilər. Doğum tarixi, ay, gün kimi bunlar CV-də bəzən tövsiyə olunmayan ifrat detallar kimi bunlardan qaçınmalıyıq. Maaş keçmişimiz, işdən ayrılma səbəblərimiz bunlar CV-də qeyd edilməməlidir, çünki onlar müsahibə mövzuları sayılır. CV-mizi hazırladıq. Bizə bəzi istisna hallarda işə müraciətlərdə bizdən ingiliscəsi cover letter, niyyət məktubu və yaxud da ki, ön yazı, üz qabığı yazısı bizdən tələb oluna bilər. Bu bizim xüsusən həmin xüsusi olaraq iş
vakansiyasına müraciətimizin niyyətini göstərən bir müraciət yazısıdır. Hansı ki, düşüncələrimizi təşkilatlandırmaq baxımından bizə köməkçi vasitədir və məzmunu da tamamilə bizə aid olmalıdır. Məlum olduğu kimi, burada əgər ki, tələb olunduğu təqdir, tələb olunduğu vəziyyət varsa, biz həmin iş vakansiyasına müraciət etdikdə CV-mizə paralel olaraq həmin vakansiyaya xas bir üz qabığı və ya da ki, ön yazı niyyət məktubu da hazırlamalıyıq. Və ya da ki, niyyət məktubunun strukturuna baxdığımız zaman giriş hissəsi, məzmun və nəticə olmalıdır. Burada xüsusən biz müraciət etdiyimiz işə götürənin nümayəndəsi və ya onun cinsiyyəti məlumdursa, xanım, cənab şəklində müraciət edib və ya şəxsin adı ilə müraciət edib, bir salamlama şəklində xitab etməmiz daha doğru, daha məqbul hesab olunur. Daha sonra bu işə niyə müraciət etdiyimizi və niyyət məktubunu yazmağımıza səbəb olan qərarımızı, bu detallarını burada açıqlayırıq. Bizi bu vakansiya ilə uyğunlaşdıran cəhətlər nələrdən ibarətdir? Orta abzasla onları qeyd edirik. Bizim hansı güclü tərəflərimiz var, işə götürəcək tərəfə hansı töhfələr verə bilərik, niyyət məktubunda onları qeyd etmək lazımdır. Daha sonra isə niyyət məktubunun bitişində biz nəticə olaraq müraciətimizlə bağlı qarşı tərəfin bizim CV-mizi və ya da ki, buna paralel olaraq həmin vakansiyadan tələb olunan niyyət məktubumuza vaxt ayırdığı, oxuduğu üçün ona təşəkkür etməliyik və ondan bir geri dönüş cavabı gözlədiyimizdə kübar şəkildə ifadə etməliyik. Ad soyadımız təşəkkürlə birlikdə, imzamızla birlikdə sonda, niyyət məktubunun sonunda qeyd olunmalıdır. Dedik ki, bu niyyət məktubuna, niyyət məktubları CV-lərimizi oxumağa dəvət kimi əlavə bir tamamlayıcı sənəddir. CV-mizin təkrarı və ya da ki, xülasəsi olmamalıdır. Burada biz gələcək planlarımızı qeyd etməliyik. Keçmişə dair hər hansı bir məlumatlar ifadə etməyimizə ehtiyac yoxdur. Müraciət etdiyimiz qurumda niyə işləmək istədiyimizi, niyə bu vakansiyaya uyğun olduğumuzu burada vurğulayırıq. Hər bir şirkət üçün, hər bir vakansiya üçün ayrı-ayrılıqda niyyət məktubları hazırlanmalıdır. Dolayısıyla niyyət məktublarımız mütəmadi olaraq vakansiyanın adına uyğun yenilənməlidir. Burada əgər ki, biz hər hansı bir CV-mizdə, hər hansı bir illə qədər bir iş təcrübəmizdə boşluqlar varsa, mütləq bunun səbəbi niyyət məktubunda qeyd edilməlidir. Əks təqdirdə işə götürən və ya da ki, onun nümayəndəsi bizim həmin boşluğumuza dair şübhələrə düşə bilər. Bunu biz niyyət məktubu ilə səbəblərini detallı qeyd edirik. Gəldik, indi isə referans məktubları. Referans məktublarımız da vakansiyalarda bəzən tələb olunan bir sənəddir, hansı ki, bizim iş mühitimizin bölüşüldüyü şəxslər, bizim akademik mənada bizi yaxından tanıyan hər hansı bir professor, müəllim heyəti ola bilər. Onlardan ala biləcəyimiz bir əlavə sənəddir iş müraciətlərində bizim intizamımıza dair, işin məsuliyyətinə dair və ya da ki, iş mühitindəki şəxsi münasibətlərimizə dair keyfiyyətlərimizi dəstəkləyici üçüncü şəxs tərəfindən verilən sənəddir. Referans məktubları bəzən bir və ya iki ədəd tələb oluna bilər ayrı-ayrılıqda. Bizim oxuduğumuz universitet və yaxud da ki, praktika gördüyümüz müəssisənin, qurumun rəhbərliyi və ya menecerləri tərəfindən ala biləcəyimiz, xüsusən yeni məzunlar üçün ala biləcəyimiz sənədlər sayılır. Burada bəzən istisna hallar ola bilər ki, referans verə biləcək şəxs elektron materialdan çox da istifadə edə bilməyə bilər yaşına görə və yaxud da ki, istisna vəziyyətlərə görə. Bu halda biz onun qararlamasını hazırlayırıq və referans verən şəxsə oxuyuruq. Daha sonra təsdiqləyici mahiyyətdə onun imzasını və yaxud da ki, möhürünü referans məktubunun sonuna əlaqə məlumatları ilə birlikdə əlavə edərək referans məktubunu elektron və yaxud da ki, kağız formasında hazırlayırıq. Dəyərli dinləyicilərimiz,
Peşəkar CV hazırlama, niyyət məktubları və referans məktublarının mahiyyəti, funksiyaları və detalları barədə sizə məlumat verdik. Dinlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.